Salam, xoş gördük hamınızı. Yeni bir vlogda bayramdan sonra artıq qayıtdıq. Adi günlərimizə, bayram bitdi. Burada da uşaqlar nəsə görüblər internetdə. Kartoşkanla eləyirlər püre. Dedim az eləsinlər ki, görək alınırmı? Nəsə çipsi kimi şey eləyəcəklər. İndi görək necə alınır. Rəna dedi, özüm eləyirəm. Eləsin, görək necə alınır. Mənə bir dənə şey lazımdır. Çaşqa. Hə, gətir görək nə edirsən. Yaxşı alınsa, İnşallah yenə eləyərik. Onda çəkərəm necə alınır. Belə mən də görmüşəm internetdə. Yaxşı bir şeydir. Sadəcə görək bizdə alınacaqdı. Yox, bununla yox. Altı düz bir çaşka olmalıdır. Bunun altı düz deyil. Altı düz çaşka olsun. Yox, altı düz çaşqayla basmaq lazımdır onu. Mən də burada pomidor yumurta eləyirəm. Gətirdim. Aşağıdan, padvaldan belə pomidor bağlamışdıq yayda. Ondan gətirmişəm. İndi ondan bişirəcəm. Pomidor yumurta. Düzdür, yaydakı dadı olmur, amma yenə də biraz da olsa o dadı adam alır. Bu pomidor çox yaxşıdır. Bunu hər şeydə biz istifadə edirik. Makaronun üstünə də tökürük. Adi kartuşka qızardıb ondan da eləyirik. Pomidor burada pişsin, suyu tamam çəkilsin ki, eləcə pomidor qalsın. Hələ götürəndə tamam suyunu götürmürəm də, pomidorun özünü götürürəm ki, onsuz da mənə suyu çəkilmək lazımdır. Burada da yumurtanı təzə aldıq, qoydurmuşam burada üstünə su biraz belə eləyirəm. Qoyuram istansın, sonra yuuram. İndi bilmirəm, bəzi insanlar var deyirlər ki, yumurtanı yumaq olmaz. Üstünün nə bilim o nə edirsə gedir, içinə sonra mikrob keçir. Amma biz elə neçə illərdir həmişə yumurtanı alanda birinci belə yuuruq. Sonra yerinə yığırıq təmiz. Burada da uşaqlar uca nəsə eləyirlər. Sara da yenə çıxıb burada. Haycan, yaxşı, sən qoymurlar eləməyə. İndi görək də alınır. Haycan. Hə. Bayaqdan qoymuşam. Məncə alınmadı. Bəlkə də düz baxmamışıq. Bunu yağlayıb eləmək lazımdır, yapışdı. Hə, qurudular. Qurumadılar, sadəcə yapışdılar. İndi gərək videoya bir də baxım, görüm onlar nətər eləmişdilər. Bu yağlı kağızdır da, əslində yapışmamalı idi. Niyə yapışdı, bilmirəm. İndi uşaqlar da ürəkləri istədi, dedilər ki, mama qoy eləyək. Dedim, özləri qoy, nətər eləyirlər, eləsinlər. Özləri elədilər, kartuşkanı deməli əzməyiblər. Burada görürsünüz, belə-belə bütövlər qalıbdır. Belə-belə öyrənirlər də, eləsinlər yavaş-yavaş. Belə asant bir şeyləri heç nə olmaz. Alınmasa bir də eləyərik. İndi mən dəqiq baxım görüm necə eləyiblər. Bir gün mən eləyəcəm. Belə mən görmüşdüm videosunu, çox qəşəng bir şey alınırdı. Sabahınız xeyir olsun. Bu günlərim artıq bizdə iş başlayır deyə. Mən də tez oyandım ki, tez işlərimi görüm. Çaynikdə qaynayıb protokülü. Tez işlərimi görüm ki, Saranı da götürüm, gedim işə. Bizdə artıq başlayır. Daha 23-dən başlayıb. Sadəcə mən dünənlərim gedə bilmədim. Papagildə qalmışdım ona görə. İcazə aldım. Dünənin dərslərini bugünə salmışam. İndi bugün gedirəm. İndi Saranı da oyatdım ki, oyansın. Onu da hazırlayayım ki, gedək birlikdə işə. Haycan. Yaxşı, gözlə gəlin. Pryanik almışdıq. Uşaqlar çox sevirlər. Sara belə-belə dişləyib yığıq bura. Bir də burada şəkər buramızdan 3 dənə qalıbdır. Paxlavanı uşaqlar sevirlər deyə o bitindirlər. Yedilər, qutardı. Amma şəkər buranı da dedim, qoyum şəkər buraları da bunun içinə ayrı qalmasınlar. Demək olar ki, mən yedim şəkər buranı. Uşaqlar yemədilər. Samavar çayı qoyduq. Dedik, hamımız evdəyik də. Düzdür, bayram artıq qutarıb, amma yenə də evdəyik.
Burada da kekot əkmişdik belə bitiblər. İndi bunlardan istəyirəm biraz qırım çayın içinə qoymağa. Bir neçə dənə, çox yox. Çox yox, bir neçə dənəsini qırım belə. Çox olanda onsuz da dadı yaxşı olmur. Az olanda biraz ki dadı çıxır, yaxşı olur. Qoy ondan qırım, qoyum içinə. Belə yaş olanda dadı daha yaxşı olur, nəinki o quru olanda. Bir neçə dənə də qopardım. Bəsdir. Bəsdir, indi bunu yuyum, qoyum çayın içinə. Burada sarayda bizdə su var, düzəltmişik. Onunla yuyum. Evə heç qalxmıram ki, Sara məni görüb ağlamasın. Bayaqlarım maşının içini təmizlədim. Elə ondan nətər düşmüşəm. Şükür ki, ağlamır hələ ki dalımca. Təmiz oldu. İndi qoyaq dəm çayın içində. Keçən dəfə mən samavar çəkəndə bir xanım yazmışdı ki, bəs dəm çayın içində qoymayın da çayı. Şeydə qoyun, farfırda falan da belə. Prosta biz həmişə bunda qoymuşuq. Bu bizə daha uyğundur. Ona görə elə həmişə bunda qoyuruq. Həm də samavarın üstündə durur da. O birisiləri elədim, durmadılar. Bu rahatdır, ona görə elə bunda qoyuruq. Qoyduq burada tamam bir 10-15 dəqiqə dəm aldı. Yaxşı. Baxaq. Hə, yaxşı dəm alıbdı. İndi çaşqaları gətdim süzü. Çayları da süzdüm. İndi içine biraz istəyirəm kömür töküm. Burada əlcək var, onu geyinim ki, əlim bulanmasın. Kömürlərdən bir neçə dənə qoyum içine. İndi o kömürlər də yanacaqlar. İsti qalacaqdır. Amma başını doldurmaq lazımdır. Gətirim doldurum, çünki xeylaq süzdüm, dəmə də süzmüşük, azalıbdır. Başını doldurum. Təzədən bir də qaynasın.